90 ədədini 3, 4, 6 nisbətində tərs mütənasib hissələrə böldülər. Kiçik hissəni tapın. Tərs mütənasib hissələrə bölməyimiz üçün 3, 4, 6-nın tərsini yazaq. 3-də 1, 4-də 1 və 6-da 1. Və K mütənasibliyi emsalına vurub 90-a bərabər edək. Orta məxrəci gətirmək üçün 3, 4, 6-ya orta məxrəci 12-dir. Birinci kəsiri 4-ə, ikincini 3-ə, üçüncünü isə hər tərəfini 2-yə vuraq. 12-də 4 üstə gəlməsin. 3 üstə gəl 2. Vur K bərabərdir 90-a. 12-də 9 vurulsun. K bərabərdir 90-a. K bərabərdir 90-a 12-yə vurub 9-a bölək. 120 alarıq. Bizdən kiçik hissə tələb olunur. Kiçik hissə 3-də 1, 4-də 1 və 6-da 1-in içərisində ən kiçik 6-da 1-dir. 6-da 1 vurulsun 120 bərabərdir 20 alarıq.